Salam, xoş gördük əziz dostlar sizləri. Simurq TV-nin Görünməyən Tərəflər adlı podkastımızda. Bugünkü mövzumuz reqressiya hipnozu, reqressiv terapiya, ümumiyyətlə keçmişə qayıtmaq mümkündürmü? Reqressiya ümumiyyətlə nədir? Maraqlı və bir qədər də mistik mövzularda ola bilər danışacağıq. Və bugünkü qonağımız həkim, psixoterapevt Nigar Babayeva. Xoş Necəsiz? gördük. Yaxşıyam, siz necəsiz Əhməd bəy? Təşəkkürlər, minnətdaram. Yaxşı olasınız. Əzizlərim, Nigar xanım bizim Simurq Psixologiya və Spiritalizm Mərkəzinin psixoterapevtidir. Eyni zamanda da həkimdir və dövlət müəssisələrinin birində işləyir. Yaxşısınızmı Nigar xanım? Əlayam. Bugünkü mövzumuz mənə elə gəlir ki, hər kəs üçün maraqlı olacaq. Çox. Çünki bu gün cəmiyyətdə reqressiya hipnozu deyəndə insanlarımız doğru və yanlış şeylər anlayır. Bəzən keçmişə qayıtdıqlarını. Hətta belə deyim sizə, bu mövzuda bir qədər çəkinənlər, qorxanlar, ehtiyat edənlər kifayət qədərdir. Bunun yəni eşidirik, Bəli. bizə də gəlib çatır. Soruşurlar ki, doktor biz çox qorxuruq. Bu necə bir təcrübədir? Yəni biz də bu podkastımızda zaten bu mövzulara aydınlıq gətirəcəyik. Elə ona görə də siz bunun mükəmməl şəkildə mütəxəssis olduğunuza görə bunu sizdən danışacağıq. Nigar xanım, doktor, reqressiya hipnozu nədir və reqressiya terapiya metodu ilə oxşar və fərqli cəhətləri nələrdir? Gəlin bundan başlayaq ki, hipnoz öz-özlüyündə zaten bunun haqqında çox danışılıb. Bu barədə mən çox geniş danışmaq istəmirəm. Amma əgər söhbət reqressiv hipnozdan gedirsə, reqressiv hipnoz zamanı insanın keçmiş təcrübəyə qaytarılmasıdır. Yəni zaten biz psixoterapiyada bir insanı keçmiş travmalarına qaytaranda, təbii ki, onun zehnində xəyali olaraq bu artıq onun geriyə qayıtmasına dəlalət edir. Yəni o artıq keçmiş o xatirələrə, keçmiş o təcrübəyə qayıdır. Bu öz-özlüyündə reqressiya deməkdir, geriyə qayıtmaq deməkdir. Bəli. Yəni əgər sözün əsl mənasını nəzərdə tuturuqsa, bu deməkdir. Amma bunu biz hipnoz altında edəndə bunun bir qədər necə deyirlər, rəngi dəyişir. Yəni hipnoz bildiyimiz kimi imkan verir ki, biz o insanlara müəyyən təlqinlər verək, biz onu orada terapiyaya apara bilək və bu zamanda reqressiv hipnoz zamanı biz həm də insanı terapiya edə bilirik. O ki qaldı reqressiv terapiyada ki, hansı ki o mənim ən çox istifadə etdiyim metoddur, reqressiv terapiyada hipnoza ehtiyac yoxdur. Biz orada insana dərin hipnoz vəziyyətinə salmırıq. Sadəcə yüngül trans vəziyyətində insanın şuuru açıq formada biz onu müəyyən ona suallar veririk, müəyyən alqoritm əsasında və o suallara cavablandırır. Yəni əsas fərq bundan ibarət. Birində hipnoz var, digərində hipnoz yoxdur. Aha. Belə bir sual vermək istərəm eyni zamanda. Reqressiv terapiya zamanı, yəni reqressiya terapiyası zamanı pasiyent yaxud da müraciət edən klient deyə indi Müştəri deyə. Müştəri də indi hər bir söz demək, etik kodeksə uyğun hansı Yəni gəlirsə. biz həkim olduğumuz üçün biz daha çox pasiyent istifadə edirik. Onlar keçmişə həqiqətən, yəni cismən yox, zehnən qayıdırlar, yoxsa sadəcə olaraq hansısa bir xatirəni beyinlərində canlandırırlar. Bax, insanların düşünürəm ki, bir çoxsuna maraqlı gələcək. Biz ora həqiqi qayıdırıq beynimizdə, yoxsa sadəcə olaraq xəyal qururuq. Və eyni zamanda istəyərdim ki, siz xəyal və realın fərqini bizə izah edəsiniz. Beyin onu fərqli olaraq anlayır, yoxsa yox? Belə deyim sizə, bu əslində subyektiv bir təcrübədir. Ümumiyyətlə, reqressiya subyektiv bir şeydir. Necə ki, psixoterapiyanın özündə də kifayət qədər subyektivizm vardır. Biz burada insanın hansı xatirələrini, yəni xatirəyə gedəndə, o təcrübəni yenidən yaşayanda həmən insan, yəni onu canlandıranda, burada müəyyən detallar itirilə bilər. Burada müəyyən assosiativ bir nüanslar ola bilər ki, hansı ki, insana elə gəlir ki, elə olubdu, amma əslində elə olmayıbdu. Yəni, burada məsələnin reallığını biz necə təyin edə bilərik? Əgər bir insan şuurlu şəkildə də həmən belə deyək, hadisəni xatırlayırsa, o barədə danışırsa, əlbəttə ki, biz onu reqressiya seansını edəndə də o eyni hadisəni xatırlayacaq. Ola bilər bir qədər detallarını əlavə edə bilər, hansısa nüanslarını əlavə edə bilər, amma ümumi götürəndə şuurun verdiyi o təsvirlə onun o verdiyi informasiya arasında çox da böyük bir fərq olmayacaq.
Amma bununla bərabər bəzən bizim şuuraltımız bilirik ki, müəyyən bir informasiyanı bizdən gizlədir. Məsələn, travmatik təcrübələr var ki, şuuraltı bunu bizdən gizlədir. Bəli. Və biz tutaq ki, əgər bizdən soruşsan ki, sənin 3 yaşında başına falan iş gəlmiş, sən bunu xatırlayırsan, biz deyəcəyik, yox, xatırlamıram. Anam xatırlaya bilər ki, hə, sən yıxılmışdın, amma mən şəxsən onu xatırlamıram. Bəzən olur fraqmental şəkildə. Fraqmentini xatırlaya bilər ki, hə, nəsə belə Belə bir şey xəyal nəsə olmuş. yadıma gəlir, nə bilim, oradakı rəng yadıma gəlir, harda olub yadıma gəlir. Amma konkret olaraq hadisənin baş vermə anı yadına gəlmir insanın. Və biz orada reqressiya zamanı o xatirəni canlandıra bilərik. Əslində məqsədimiz xatirəni canlandırma deyil. Sadəcə biz travmanın səbəbini gedib araşdıranda Bəli. istər-istəməz şuuraltı o anıya və ya o xatirəyə bizi aparır. Və orada başqa detallar üzə çıxa bilər. Həmin anda o uşağın yaşadığı emosional reaksiya, onun o həmin anda gördükləri və s. bunlar üzə çıxa bilər. Hətta mən sizə belə bir şey deyim, mənim praktikamda olub belə bir hadisə ki, insan xatırlamadığı bir travmadır. Məsələn, 3 yaşında bir travması olubdur və biz reqressiya seansına başlayanda heç ağlımıza da gəlməzdi ki, biz o təcrübəyə gedib çıxa bilərik və sözün əsl mənasında belə deyək, pasiyentimin özü də şoka düşdü ki, mən ümumiyyətlə bu xatirəni ümumiyyətlə məndə belə bir şey xatırlamırdım. Mən heç bilmirdim ki, mənim belə bir travma var və bunu çox dəfələrlə yaşadığımız üçün, rast gəldiyimiz üçün biz artıq belə təxmin edirik ki, şuuraltı bir formada o xatirələri özündə saxlayır. Amma orada təhrif olunma dərəcəsi nə qədərdir? Biz bu barədə məlumat individuallıq tələb edir. İndividuallıqdır, bəli, subyektivdir. Bəzən detallar şirdilə bilər, bəzən detallar o emosional reaksiyanın asılı olaraq hətta bir qədər şirdilmiş bir belə deyək də detallar verə bilər və s. Yəni bu tamamilə subyektivdir. Biz orada məsələ orada bizim üçün xatirənin dəqiq bu cür olub olmaması deyil. Səbəbi tapdıq. Əgər o insanın seansdan sonra vəziyyəti həqiqətən yaxşılaşırsa, bu zaten bizim üçün əsas prioritet məsələdir. Sözünüzə qüvvət olaraq belə bir praktikamı paylaşmaq istəyirəm sizlərlə. Yəni zaten izləyicilərimiz bilir ki, mən özüm də psixoterapevtəm. Yenə bir referanslı bir pasiyentim vardı. Yəni mən əsasən böyüklərlə işləyirəm, uşaqlarla çox nadir hallarda işləyirəm, çox nadir hallarda. Əsasən uşaqlarla bizim Əyyub doktor, Əyyub bəy işləyir, uşaq və yeniyetmə psixoloqumuz. 14 yaşlı bir qız uşağı gətirmişdilər yanıma. Xatırlayıram, illər öncə idi, artıq üstündən neçə illər keçib. Uşaq, yəni yeniyetmə ilk öncə yanıma gələndə barmağının ətrafının ətlərini yemişdi. Mən bir anlıq düşündüm ki, yəqin bunu sıçan yeyib, nəsə olub da, indi bu travma alıbdır. Və bir qədər uşaqla tək danışdıqdan sonra orada artıq mən məcbur reqressiv hipnoz elədim, kiçik. Yəni dərinləşdirmədik, belə deyək, bir növ üzdən. Bəli. Uşaq o qədər, yeniyetmə o qədər terapiyaya yatqın idi ki, belə bir situasiya baş vermişdi. İstəyirəm siz də sonda öz fikrinizi bildirəsiniz bundan bağlı. Yəni sözünüzə qüvvət olaraq. 7 yaşında avtoqəzada öz ata və anasını itiribdi. Və xalanın himayəsində böyüyüb. Bilirsiniz, bizdə indi dini olaraq rituallarda el adətidir. Cümə axşamlarında evə baş sağlığına gəlirlər. Necə deyərlər, Allah rəhmət eləməsinə gəlirlər və adətdəndir ki, gələnlərə yemək, halva və çay verilməsi, yəni ehsanın verilməsi. Xala ehsan bişirilmiş ətl. Uşaq gəlib qazan açıb, 7 yaşı var, o artıq atanın, ananın itirdiyinin fərqində o qədər də deyil. Bir qədər anlayır, bir qədər yox. Açıb baxıb ki, özü belə də deyir, uşaq onda toplu uşaq olub. Deyib ki, mənə özü də təsvir edir, deyir, xalama dedim ki, xala buna bax, gör nə qəşəng ətlərdir. Anidən əlini salıb qaynar suya götürüb ət yeyəndə xala qorxudan qışqırıb, vay, əlin yanar, əlivi yeyərsən, öz ətivi yeyərsən. Və üzərindən 4-5 il keçəndən sonra o proses başlayıb. Yəni şuuraltıya bir təlqin gedib, bəli, və o proses başlayıb və çox maraqlı idi ki, nə baxımdan maraqlı idi? İndi o sualı verəcəm sizə. Ümumiyyətlə olurmu ki, görürsüz 7 yaşında baş vermiş hadisəni uşaq artıq 12 yaşında reallaşdırmağa başladı. Nəyə görə bəzən bizim şuuraltımız və yaxud da ki yaşadığımız hansısa bir travmanı anındaca yox,
müəyyən bir illərdən sonra ya üzə çıxır, nə baş verir orada? Hansı bir trigger mi olur, yoxsa nə baş verə bilər orada? Böyük ehtimal ki, dediyiniz kimi bu situasiya müəyyən bir belə deyək də travma müəyyən formada təkrarlanır. Retravma və ya retravmatizasiya baş verir. Yəni adətən biz belə hadisələri nə zaman müşahidə edirik? Tutaq ki, dediyiniz hadisədə uşaq həmin an o təlqini aldı. Tamam. Yəni bu təcrübə yaşandı. Təlqin uşağın belə deyək, şuuraltısına oturdu və ondan sonra üstündən bir neçə il keçəndən sonra böyük ehtimal ki, yenidən bir travmatik bir situasiya yaşanır və uşağın həmin o təcrübəsi bir daha üzə çıxır. Yəni hansı ya o travmada görünür nəsə yenidən tətiklənir, o mövzu ilə bağlı ola bilər belə deyim də o xalanın o dediyi ki, yox yemə, o təhlükə anı olur da, düzdür? Həyəcandan deyib ki, xala əlin pişərdə özətir yər. Həyəcanlı olubdu. Xala tutaq ki, istəyib ki, onu qorusun, müdafiə eləsin əslində bir mənada. Amma uşaq həmin an qorxub. Niyyət pozitivdir əslində orada. Niyyət pozitivdir, amma qorxu reaksiyası meydana gəlib uşaqda və əlbəttə ki, təkrarən o tutaq ki, bir neçə ildən sonra oxşar bir hadisə yaşayanda eyni hadisə ilə artıq burada proses üzə çıxır. Burada artıq konkret olaraq patterna keçir, yəni davranışa keçir. Və təbii ki, burada mütləq şəkildə siz dediyiniz kimi o ilkin təlqini tapmaq şərtdir. Ki tapırsan, orada artıq o təcrübə yenidən o bir növ o terapiya olunur, mənimsənilir və artıq ən yaxşı halda müsbət nəticədə biz o təlqini aradan götürüb müsbət bir şeylə əvəz edirik. Belə bir sual vermək istəyirdim doktor sizə. Ümumiyyətlə hər hansı bir unudulmuş hadisəni hipnozla təkrar xatırlada bilirikmi? Və yaxud da ki, hər hansı bir hadisəni hipnozla beynindən silə bilirikmi? Düşünürəm ki, hipnozla bəli, biz hadisəni silə bilərik. Bunun üçün kifayət qədər texnikalarımız vardır. Məsələn, kinoteatr texnikasını bilirik. Bu daha çox məsələn fobiyalarda istifadə olunur, çox ciddi travmatik hadisələrdə məsələn istifadə olunur, müharibədən keçmiş insanlar və s. Onlar üçün o bizim bildiyimiz terapiya metodu ki, gedəsən travmanı yaşayasan, gələsən, bu metod işə yaramır. Yəni insanı yenidən o travma ilə üzə qoymağın heç bir aləmi yoxdur, necə deyirlər. Ona görə də biz nə edirik? Biz o insandan sadəcə o xatirəni silirik. Bu silmək deyəndə yəni həqiqi mənada silmək, yoxsa necə? Sadəcə o emosional reaksiya silinir bir növ insanın şuurundan. Yəni insan artıq ola bilər ki, o anı xatırlayır. Ola bilər ki, o situasiyanı xatırlayır. Artıq bədəndə o emosional reaksiya olur. Yəni neytrallaşdırır. Neytrallaşır. Bəli. Yəni o emosional reaksiyanı zaten məqsədimiz də odur ki, insan o təcrübəni xatırlayanda və ya onun yuxularına girməsin, onu təkrar-təkrar narahat etməsin. Bu aradan qalxırsa, bu bizim üçün yetərlidir. O ki, qaldı dediyiniz kimi unudulmuş hadisəni xatırlamağa. Açıqcası bayaq elə dediyim nümunədən yola çıxacağam. Çox maraqlı bir hal idi ki, yəni keçmişdə yaşanılmış bir uşağın yaşadığı bir travmatik təcrübə idi və biz təsadüfən əslində belə deyək də insanın həyatının indiki dönəmində, yəni hal-hazırda yəni yaşadığı problemin, məsələn, münasibət mövzusudur. Biz o münasibətdə o yaşanılan problemin səbəbini axtarırıq və təsadüfən biz araşdıra-araşdıra, reqressiya edərək gəlib çıxırıq ki, sən demə səbəb 3 yaşında yaşanmış bir travmadan qaynaqlanırmış və orada insan onu unudub belə baxanda. Yəni onu xatırlamır. O özü də deyir ki, mən heç bilmirdim ki, belə bir şey yaşanılıbdı. Hətta belə deyim sizə, anasına qarşı münasibəti çox yaxşıdır, amma orada travmatik anda yadına düşür ki, sən demə anası ilə orada bir konflikt olubdu. Məsələn, əslində o bir növ şuuraltı o anını silib ki, yəni yox, anamla münasibətim yaxşıdır, hər şey qaydasındadır. Təbii ki, belə şeylər olur, amma biz açıqcası mən reqressiyanı daha çox səbəblərin araşdırılması üçün istifadə etdiyim üçün hansısa unudulan xatirəni yada salmaq üçün istifadə etmirəm bunu. Bəlkə də bunu hipnozla etsək, bunu eləyə bilərik. Bəli, bu mümkün bir şeydir. Yəni insanı hipnoz vəziyyətinə salıb da o unudulmuş xatirəni yenidən geri qaytarmaq mümkündür. Nigar doktor, belə bir sual vermək istəyirəm sizə. Mənim üçün də çox maraqlı gəldi. Reqressiv terapiya vasitəsilə hər hansısa bir fobiyanın, nə bilim, panik atakın,
Post-travmatik stres pozuntusu, Bəli. ümumiyyətlə təşviş həyəcan pozuntularının üzərində işləyərkən reqressiv terapiya ilə onların yaranma səbəblərini, onların belə deyək, nədən qaynaqlandığını tapmaq olurmu? Zaten işimiz bundan ibarətdir. Biz regressiv terapiyada işimizin əsas prioritet belə deyək, məqsədi odur ki, biz səbəbi tapaq ki, bu ilk olaraq ən belə deyək də ilkin kökdə hardan yaranıb, necə yaranıb və bu arada onu da qeyd edim ki, panik atak, təşviş həyəcan pozuntusu dediyiniz o nevrotik hallar reqressiv terapiyada çox rahatlıqla həll olunur. Bəzən çox qısa müddətdə həll olunur. Hətta bir seansda belə nəticələrimiz vardır. Nə gözəl. Bəli, mən bilirəm bunu. Dəfələrlə şahid olmuşam. Yəni sizin referansınızdan olan bir pasiyent idi. Ona görə də yəni biz bunları görmüşük. Səbəblər hardan qaynaqlanır? Əgər bundan danışsaq, səbəblər çox müxtəlif səviyyələrdə ola bilər. Erkən uşaqlıq dövründən məsələn formalaşa bilər. Məsələn 3-6 yaş dövründə, ondan daha əvvəlki dönəm 1-3 yaş dövründə formalaşa bilər. Və daha ondan əvvəlki dövr, hətta ana bətni dövründə biz bunun formalaşmasını belə görə bilirik. Daha ondan o tərəfəki səbəblər də var. Bilmirəm, artıq reinkarnasiyaya gedirik. Reinkarnasiyaya gedirik. Mistik mövzulara giriş bəlkə də eləyə bilərik burada. Təbii ki, başlanğıcda dedim. Bu mistikadırmı, yoxsa reallıqdırmı, onu istəyirəm siz izah edəsiniz. Yaxşı, əslində yaxşı məqamdır ki, bunu biz burada aydınlıq gətirək. Mən bunu hər zaman necə izah eləyirəm pasiyentlərimə? Çox vaxt pasiyentlər ilkin olaraq mənə müraciət eləyəndə onları bir sual maraqlandırır. Doktor, həqiqətən də biz keçmiş həyatlarımızı görə bilərikmi? Həqiqətən də keçmiş həyatlar varmı? Həqiqətən də reinkarnasiya varmı? Bəli. Mənim təbii ki cavabım, bu mənim şəxsi cavabım da ola bilər. Necə? Yəni mənim özümün yanaşmam var. Evet, subyektiv fikriniz var. Subyektiv fikrim var ki, məsələn mən düşünürəm ki, var, amma mən cavabında nə deyirəm? Deyirəm ki, ola bilər ki, bu sizin sadəcə bir nağıl terapiyası kimi bunu düşünün. Sizin beyniniz sizi müəyyən bir nağıllar aləminə salır. Və siz orada səyahət edirsiniz. Artıq orada realdırmı, qeyri-realdırmı, həqiqətən olubdur. Çünki təhrif olunma faizi çox yüksəkdir. Yəni biz orada dəqiq olub olmadığını heç cürə yoxlaya bilmərik. Yəni elə bir aparatımız yoxdur, cihazımız yoxdur. Sözünüzə qüvvət bir gün belə bir situasiyaya rastlaşdım. Çox üzr istəyirəm sözünüzü kəsdiyimə görə. Bir məclisdə idik, bir səhər yeməyində idik. Orada indi mən eyni zamanda parapsixoloq olduğuma görə mənə sual ünvanlandı ki, bu reinkarnasiya ilə bağlı. Mən bir balaca izah elədim ki, bu necə olur, proses nətər, hesablanma qaydaları falan. O biraz uzun mövzudur. Bir gün bu mövzuda da danışarıq. Bu mövzuda mütləq danışmaq lazımdır. Demək, eyni anda bəxtə iki qadın ikisi də qayıtdı ki, mən keçmişdə Kleopatra olmuşum. İnanırsınız, belə baxdım, mən o qədər güldüm. Dedim, vay bu Kleopatra nəymiş ki? Elə ikisi Azərbaycandadır və eyni vaxtda. Yəni bəzən bəli insanlar biri qayıdır Nefertiti olmuşam, biri deyir Afrodit olmuşam. Heç kim adi həyat yaşamır. Hamısı heç kim kəndli mi olmayıbdur. Heç kim adi feodal bir dövlətdə yaşayan bir bəli. O belə deyək də qul olmayıbdır, kobud deyək də. Yəni hamısı. Bu arada onu da qeyd edeyim. Biz öz regressiv terapiya seanslarımızda kifayət qədər belə adi həyatlar görürük. Görürük, mənim özümün pasiyentlərimdə ən qədər həyat görürük. Yəni heç kim, mən məsələn çox nadirən yadıma gəlir ki, kimisə kral görüm, kimisə nə bilim padşah görüm. Olub, demirəm ki, olanlar olub. Olanlar olub da, amma çoxluqla götürəndə hər kəsin adi bir həyatı, yəni sıradan, ya məsələn əcdadlarımızın həyatını görəndə biz bu arada nəsil belə deyək də, öz nəsildəki nümayəndələrin həyatına da müəyyən qədər gedib sirayət edirik. Orada bir belə cığırımız var ki, gedib orada baxa bilirik və orada bizim gördüyümüz, yəni tutaq ki, bu insan indi hal-hazırda Azərbaycanda yaşayırsa, çox böyük ehtimal ki, bu adamın bir 7 nəsil o tərəfədə Azərbaycanlıdır. Və Azərbaycanda yaşayıb, adi kəndçi olubdu, adi həyatı olubdu. Yəni məqsədimiz orada mən üstün ruhuydum, bu birisi aşağı ruhdur və o egodan yola çıxaraq buna yanaşmaq deyil. Və mən hər zaman ona görə deyirəm. Yəni düşünməyin ki, siz keçmişdə qeyri-adi bir həyat yaşamısınız. Yaşaya bilərsiniz, amma hər zaman bu belə deyil. Və heç vaxt da biz gedək, baxaq görək biz kim olmuşuq deyə gedib baxmırıq.
konkret məqsədimiz odur ki, insanın problemini həll eləyə bilək. İnsana bir həyatında bir çıxış yolu göstərə bilək. Düzdür, yolumuz biraz daha belə mürəkkəb bir yol olsa da, təcrübə olaraq biraz mistik təcrübə kimi görünsə də, amma məqsədimiz odur. Yəni gedək baxdıq, gəldik filan, hə mən bildim ki, mən kral olmuşam, məqsəd bu deyil. Bir maraqlı sual vermək istəyirəm. Buyurun. Əslində bu sualı mənim özümə çox veriblər. İndi mənə verilən sualı sizə vermək istəyirəm. Görüm sizin özünüzə də bu sualı veriblərmi? Siz birdən mənə hipnoz eləsəz və Allah göstərməsin, birdən sizin başınıza bir şey gəlsə, Mənim başıma hipnoz zamanı, Aha. siz mənə nə olacaq? Baxın, o yaxşı bir mövzuya toxundunuz. Çünki çox üzr istəyirəm. Bu Bu sualı sualı verirlər. bəli. Çox birdən siz bizi hipnoz elədiniz. Mən indi pasiyentlərin dilindən bunu sizə Mən orada verirəm. ilişib qaldım. İlişdim qaldım, mən nəzarəti itirdim və yaxud da ki, ən gülməli gələn məqam məni öldürürlər, yaxud da ki, mütəxəssisdir. Deyir, birdən sizə bir şey oldu, siz öldünüz, İraq olsun. Onda nə olacaq? Baxın, həmin an nə baş verir? Siz bunu izah edin zəhmət olmaz. İzah eləyə bilərəm. Əslində biz yəni bizim istifadə etdiyimiz metodu biz çox dərin hipnoza getmirik. Çünki dərin hipnoz zaten o yuxuya yaxın bir vəziyyətdir. Bəli. Orada insan sadəcə yatır. Və adətən də biz orta səviyyəli hipnoz vəziyyətində insanla işləyirik. Yəni birlikdə komandamızın tətbiq etdiyimiz budur, bu metoddur. Və bu zaman dərindən də istifadə edirik. Amma baxır indi nədir? Baxır, yəni təbii ki, vəziyyətə görə, amma adətən biz o insana bir təlqin veririk əvvəlcədən ki, məsələn, sən mənim səsim kəsiləndən 15 saniyə sonra oyanacaqsan. Yəni o təlqin verilir və o insan artıq biz axı təlqini veririk ki, insan şuuraltısına sirayət eləsin. Doğrudur. Zaten bu özünü reallaşdırır. Yəni heç mütəxəssisə ehtiyac qalmır, insan özü ayılır. Biz orada ayıl demirik. Doğrudur. Yəni düzdürmü? Bilirsiniz nəyə xatırladım? Enlay doktorla bir dəfə belə bir danışığımız var idi. O Milton Ericksondan bizə bir nümunə çəkirdi bu ayıl məsələsindən. Milton Erickson yanına bir gün biri gəlir hipnoza və o hipnoz eləyir və pasiyent yuxuya gedir həmən an. Yəni yuxuya deməyək, dərin trans halında olur. Oyanmaq istəmir və Milton Erickson onda qayıdır deyir ki, an etibarilə sənin hər saniyən $10 hesablanmağa başlayacaq. Adam tez gözünü açır, oyanır. Artıq nə olur? $10 ödəyəcək hər saniyəyə. Siz mən şuuraltı artıq ona reaksiya verir. Ki, yox da mən bunu ödəyə bilmərəm. Yəni əziz dostlar, əslində siz hipnozda olarkən nəzarəti itirmirsiniz. Nə də biz nəzarət itirmirik. Mən Nigar doktorunda ümumiyyətlə hər birimizin adından istəyirəm bu qısaca bir qeyd olaraq bunu vurğulayım. Şuuraltımız o qədər əxlaqlıdır ki, zaten biz sizin istəyinizə zidd hər hansı bir şey eləyə bilmərik. Və bəzi hallarda isə ən pis məqamda, ən belə də o ən ağır məqamda minimum 3 dəqiqə, 4 dəqiqə, maksimum 40 dəqiqə, 1 saat yuxuya gedəcəksiniz, yatacaqsınız, oyanacaqsınız. Sonra oyanacaqsınız. Yəni heç bir qorxusu yoxdur. Yəni tutalım ki, mənə verilən sualı olaraq cavab verin. Mən də o sualı mən öldüm hipnoz zamanı maksimum 3-4 dəqiqə, minimum 3-4 dəqiqə, maksimum 1 saat yatacaqsınız. Yuxudan belə təzə durmuş kimi duracaqsınız. Prosto məni görəndə qorxacaqsınız ki, bu öldü. İraq olsun. Təbii ki, bu bir artıq zarafatdır. Keçmiş həyat reqressiyası ilə psixoloji yaş reqressiyasının arasındakı oxşar və fərqli cəhətlər nələrdir, Nigar doktor? Birincisi, ortaq cəhət təbii ki, odur ki, geriyə qayıdırıq. Yəni, insanın zehnində onun keçmiş xatirələrini qaytarırıq. Keçmiş həyat reqressiyası bir növ bizim bu indiki həyatımıza gəlməzdən öncəki həyat təcrübələrimizi bizə göstərən bir tərəfdir və ya bir metoddur. Və biz burada insanın keçmiş həyatda əgər fərz edək ki, belə bir şey varsa, biz insanı o keçmiş həyatlarda ümumiyyətlə varmı? Fərz etməsə? Fərz etməsə mənə görə praktikalarınızdan. Praktikalarımdan belə deyim sizə. Məsələ nədən ibarətdir? Yəni bu mövzu üzrə kifayət qədər statistika toplanıb. Mən hər şeyi qoyuram qırağa. Yəni mən zaten elmi cəmiyyətdə olan bir insanam. Daim araşdırmada, yəni tanıyanlar, bilənlər doktorluq dissertasiyanızı yazırsınız, bunu verin. Mən elmin zaten içindəyəm və mənim praqmatik bir yanaşmam var hər şeyə, rasional bir yanaşmam var və ona görə də düşünürəm ki, bu qədər statistika yığılırsa ki, biz zaten data üzərindən gedirik. Elmi araşdırmanı eləyəndə bu data üzərindən gedir və orada bir statistika çıxarılır. Təsəvvür edin ki, siz 100 dənə insana reqressiv terapiya
terapiya edəsiz və onun 99-u oxşar hadisələri görür. Oxşar tipli keçmiş təcrübələr görür. Yəni demək olar ki, yəni təsdiqləyə biləcəyimiz dərəcədə. Yəni heç kim elə bir insan olmayıb ki, desin ki, yo mən heç nə görmürəm. Bir dəfə, iki dəfə olubdu. O da insanın individual xüsusiyyətinin nasıdır. Yəni burada vizuallığı az olur və ya başqa bir faktor. Ola bilər insan bəzən problemini doğru şəkildə ifadə edə bilmir. Məsələn, bundan da çox şey asılıdır. Çünki biz reqressiv terapiyaya sorğu üzərindən giririk. Bəli. Ki problemin nədir? Əsas problemin o kökünü tapıb onun üzərindən gedirik. İnsan çox vaxt bəzən bizim insanlar problemini doğru ifadə etməkdə çətinlik çəkirlər və biz kömək edirik. Bəzən gizlədirlər. Gizlədir. Ola bilər konfidensiallıqdan qorxur. Başqa bir şey istəyir, amma başqa şey deyir. Bəli. Və məsələn adam pul qazanmaq istəyir, sənə gəlir başqa şeydən danışır. Adam başqa məsələn nə bilim ana ilə münasibətlərdən danışır, amma əslində problemi başqa şeydir. Yəni insanlarda, yəni biz indi işlədikcə görürük ki, bəzən onlar özlərinin problemini belə tam olaraq ifadə edə bilmir. Burada çox önəmli bir məqam var ki, sorğu düzgün formalaşdırılmayanda insan doğru yerdə, yəni istiqamətə də gedib çıxa bilmir. Yəni o səbəbə də gedib çıxa bilmir. Və təbii ki, bizim işimiz odur ki, əvvəlcədən düzgün şəkildə insanı yönəldək. Hətta o ilkin bizim o sorğu toplama məqamımız böyük bir coaching seansı qədərdir. Bəli. Ki biz onu detallı şəkildə anketi ilə ailəsi, münasibətləri, karyerası, keçmişi, gələcəyi, nə bilim, nəsli, kökü hamısını bir növ informasiya toplayırıq. Çünki bizə önəmlidir. Biz reqressiyada nələr üzərindən gedəcəyimizi bilməliyik. Ola bilər sonrakı reqressiya seanslarında bu bizə lazımi informasiya verəcək. Yəni sorğunu ona görə düzgün əvvəldən formalaşdırmaq çox önəmlidir. Və bayaqki o sözünüzə gətirib çıxarıram ki, bu həqiqətən varmı? Statistika onu göstərir ki, çox insan bunu görür. Amma bu həqiqətən varmı? Bunu ölçəcək cihaz hələ ki yoxdur. Ona görə biz sadəcə danışırıq. Ona görə də yəni hələ də fərziyyələrdə qalır. Hələ də fərziyyələrdə, hipotezlərdə qalır. Hipotezdə qalır. Son olaraq 2 sualım qalıbdı, doktor. Birinci sualım, demək olar ki, bu suala artıq cavab vermisiniz, amma istəyərdim ki, elə sual kimi səsləndirim, konkret hə və yox cavabını verəsiniz. Sizcə reqressiya hipnozunun və reqressiya terapiyasının əsas məqsədi keçmişi dəyişməkdir, yoxsa keçmişimizin bizə vurduğu hansısa bir yaranı sağlam şəkildə anlamaq və bu günümüzə doğru şəkildə sirayət etməsinə dəstək olmaq mıdır? Çox gözəl, mükəmməl bir, hətta belə deyim, terapiya növünün bir növ özəyini ifadə etməyə imkan verən bir sualdır. Belə deyərdim sizə, əslinə baxanda məqsəd keçmişi dəyişmək təbii ki deyil. Biz keçmişi heç vaxt dəyişə bilmərik. Yəni bu dəqiqə burada bir şey baş verdi, bitdi, getdisə, bizim onu dəyişmək imkanımız yoxdur. Biz məqsəd nədir? Əgər travma üzərindən gediriksə, məqsədimiz o insanı o travmaya qaytarıb, o təcrübəyə yeni bir baxışını görməsini sağlamaqdır. Yəni biz məqsədimiz odur. İnsan o travmaya baxıb ona başqa rakursdan baxsın. Yəni o oradakı itildiyi resursu, enerjini geri qaytarsın. Çünki bu çox önəmlidir. Bəzi insanlar o travmanın içində illərlə qala bilirlər. O qədər illərlə qalırlar ki, həyatlarında belə eyni şeyləri dəfələrlə yaşamağa məcbur olurlar. Tutaq ki, insan münasibət mövzusunda eyni döngüləri yaşayır, eyni ssenarilərə düşür. Tutaq ki, narsistik insanlarla davamlı münasibətlərə girir. Səbəbi axtarırıq. Hansısa uşaqlıq travmasına dayanır və ya tutaq ki, anabətli dövründə və ya keçmiş həyatda. Çözdükmü onu? Vəssalam. O bir növ biz o düyünü çözəliyirik. Bir növ biz o insana artıq göstərir ki, səbəb bu idi. İnsan o səbəbi görəndən sonra və metodika elə qurulub ki, insan o səbəbi görəndən sonra bizim orada təbii ki bir proses var. Yəni bəsit olmayan bir proses var. Və o insan o səbəbi gördümü, vəssalam. Təcrübə mənimsənidir və bir növ o resurs açılır, enerji açılır və insanın artıq o döngüdən çıxması ehtimalı artır. Bəli. Məqsədimiz o insanı o döngüdən çıxartmaqdır, o problemdən çıxartmaqdır. Yəni biz heç vaxt keçmişi dəyişə bilmərik. Bəzən olur deyirlər ki, məsəl üçün ailə dizim edəndə ya keçmiş əcdadlarımızın həyatına biz gedib baxanda, göz atanda, biz güya ki gedib orada biz heç nəyə dəyişmirik. Biz sadəcə oradan informasiya alırıq. Biz baxırıq ki, hansı əcdadımız həyatında hansısa yanlışa yol verib. Maksimum hansısa bir emosional gərginlik.
Biz burada emosiyalara baxırıq. Biz burada insanın yaşanmış təcrübəsinə baxırıq. Hansı ki, əcdadlarımızın həyatında yaşadığı bir çox o təcrübələr bizə genetik ötürülə bilir və bizim məqsədimiz o ötürülən şeyi davam etməməkdir. Son olaraq bizim klassik bir sualımız olur həmişə. Bizim elə bu podkasta uyğun, adına da uyğun. Nigar doktor, reqressiya hipnozu və reqressiya terapiyasının görünməyən tərəfi nədir? Görünməyən tərəfi açıqcası çox mistik bir tərəfdir. Və Elə onu deyək. Mən bu barədə hər zaman danışanda belə öz təcrübəmdən yola çıxaraq, çünki mən özüm bunu əvvəlcə seansını almış, sonra da mütəxəssis olmuş bir şəxsəm və mən öz üzərimdə işləyəndə də bu metoddan çox istifadə edirəm və hər zaman deyirəm ki, həqiqətən sözün əsl mənasında insanın şuuraltısını o başdan ayağa transformasiya etməyə kömək edən bir metoddur. Yəni dərinlik səviyyəsinə görə, o nüfuz etmə, o insanda yaratdığı dəyişiklik səviyyəsinə görə çox gözəl bir metoddur. Ona görə də mən hər zaman birinci insanlara onu tövsiyə edirəm. Düzdür, hər kəs üçün bu göstəriş deyil, yəni o demək deyil ki, hər kəs bundan keçə bilər. Orada müəyyən məhdudiyyətlər var, əks göstərişlər var. Amma yəni əgər insanda o potensialı görürəmsə ki, o seansı keçə bilər, mütləq ki, tövsiyə edirəm. Belə, əziz dostlar, bugün bir podkastımızın daha sonuna gəldik. Sizinlə bugün biz reqressiya hipnozu, reqressiya terapiyası haqqında Nigar doktorla, həkim, psixoterapevt, reqressoloq Nigar Babayevlə birlikdə bu haqqda danışdıq. Sonda isə əziz dostlar, bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz bizim podkastımızı Simurq Psixologiya və Spiritüalizm Mərkəzinin sponsorluğu ilə izləyirsiniz. İzləmədə qalın.